Bir qardaş sosial şəbəkə dəvətçilərinə nəsihət istəyir. Belə bir sual yazıb. Allaha həmd olsun, sosial şəbəkədə dəvət artıb, kanal açan qardaşlar çoxalıb, hər kəs videolar paylaşır. Bu cür sosial şəbəkə dəvətçilərinə nəyi nəsihət edərdiniz? Onlar nələrə fikir versinlər? Bismillah, elhamdülillah, və salatu və selamu ala Rasulillah və ala alihi və mən və aləh, əmmə bə'd. O qardaşlara bir neçə tövsiyəm var. Birincisi odur ki, Allaha dəvət bir elmdir. Yəni bunu bilsinlər. Bu yolun mənbəsi Quran və sünnədir. Bu dəvət elmini ən yaxşı bilənlər də alimlərdir. Yəni biz buna etiqad eləməliyik ki, bu elmi ən yaxşı bilənlər kimlərdir? Alimlərdir. Alimlərdən və ya elm əhlindən və ya dəvətçilərdən bu elmi götürüb sosial şəbəkələrdə yayanlar da bir sıra qaydalara riayət eləməlidirlər. Yəni xatirimdə olanlardan bəziləri deməyi faydalı hesab edirəm. Birincisi, bu cür müsəlmanlar sosial şəbəkələrdə elmi yaymaq istəyənlər çalışsınlar ki, elm əhlinin dərslərini yaysınlar. Elminə etibar olunan alimlərin və ya dəvətçilərin dərslərini yaysınlar. Məchul, tanınmayan, harada elm aldığı bilinməyən insanların dərslərini yaymasınlar. Danışanın bəlağətinə aldanıb, kimin gəldi dərsini paylaşmasınlar. Uca Allah Quran-ı Kərimdə buyurur ki, Fəsəlu əhlə zikri in kuntum la ta'lamun. Əl-əyə. Uca Allah buyurur ki, bilmədiyiniz zaman zikr əhlindən soruşun. Zikr əhli də, elm əhli də tanınmış, bilinmiş insanlar olmalıdır. Tanınan, bilinən, elmi ilə bilinən. İkinci tövsiyəm odur ki, bu müsəlmanlar özlərinə bir sual versinlər ki, görəsən bu faydaları nə üçün paylaşırlar və niyyətlərini düzəltsinlər. Yəni, niyyətin dəyişməsindən qorxsunlar. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisini unutmasınlar. Mən dəllə alə xeyrin fələhu mislu əcri fəilihi. Kim bir xeyrə yönəldərsə, ona onu edənin mislində savab vardır. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, Bəlliğu anni vələv əyə. Məndən bir ayə belə olsa, onu insanlara çatdırın. Üçüncü tövsiyəm budur ki, əziz qardaşlar, əziz müsəlmanlar, bəzi kanal sahibləri kanalları böyüdükdə qəribə bir xəstəliyə yolxurlar. Allaha sığınırıq bundan. O qardaşlar, o adminlər elə bilirlər ki, məsələn, əgər onun kanalı və ya ideyaları olmasa, dəvət dayanacaq. Subhanallah. Elə bilir ki, onun kanalı olmasa, dəvət getməyəcək. Və ya onun fikirlərini, ideyalarını insanlar götürməsələr, dəvət yayılmayacaq, dəvət getməyəcək. Yaxud da o dəvət işlərini idarə eləməsə, dəvətə zərər gələcək. Yəni, özünü mütəxəssis hesab edir. Yaxud da özü haqqında, Allah qorusun, yüksək fikrə düşür. Yaxud da ən pisi də bir qism elm əhlini pisləməyə başlayır. Yəni, elm əhlinin bir qisminin dərsini paylaşır, bir qismini paylaşmır. Və yaxud da yəni görürsən ki, ayrı seçkilik eləyir. Bunlar heç biri icazəli deyil. Əslində, bu mövzuların təfsilatları çoxdur, qardaşlar. Mən yadıma düşənləri deyirəm, təbii ki. Məsələn, ayrı seçkilikdən biri də budur ki, görürsən, yəni, bir elm əhlinin adının yanına şeyx yazır kanalda. O birisinin adına yazmır. Kanala dərs qoyur, məsəl üçün. Orada, məsələn, bir 15, 20, 30 tələbənin dərsini paylaşır da. Görürsən ki, 2-3 nəfəri seçir. Qabağına şeyx yazır. O birisilərin adının qabağına heç nə yazmır. Aydındır. Sanki fərq qoyur. Amma ola bilsin ki, o adının qabağına şeyx yazmadığı elələri var ki, nə olsun, universiteti qutarıb 5-6 il oxuyub, eybi yoxdur. Amma o bəlkə daha savadlıdır və bəlkə elmi yaymağa daha hərisdir. Bilmək olmaz Allah qatında, yəni kim daha yüksək dərəcədədir, onu bilmək olmaz. Aydındır. Ona görə belə şeylərə fikir vermək lazımdır. Təəssüflər olsun ki, bəzi məsələlər görsən ki, bu kanal işlədənlərdə, adminlərdə görsən, yəni o hallar baş verir. Sonra dördüncü məsələ və ya dördüncü tövsiyə odur ki, ehtiyac olan dərsləri paylaşmaq. Yəni, bəzi kanal adminləri
əqidə dərslərini az paylaşır. Bu da düzgün deyil. Məsələn, deyir ki, əqidə dərsinə baxış azdır onsuz da. Tövhiddən dərs paylaşılan baxmırlar, deyir. Bu da düzgün deyil. Nə olsun ki, baxmırlar? Yəni, dərsə baxılmır deyəsən, paylaşmayacaqsan. Tövhid dərsi vermək, bəziləri buna tövhid dərsini kanala qoymağa biraz biganə yanaşır. Bu da düzgün deyil. Əksinə, bəzən görürsən ki, əqidə, tövhid dərsi elə faydalı olur ki, daha çox insan baxır. Yəni, sən bilmirsən, hansına baxacaqlar, hansına baxmayacaqlar. Yəni, bir də o baxışdır, reytingdir, bu şeyə həddən artıq çox fikir vermək lazım deyil. Hərəkəti verən Allah Subhanahu taaladır. Ondansa həmin adminlər düşünməlidirlər ki, videonu necə eləyim ki, yəni kanala yüklədiyi videonu necə eləyim ki, daha keyfiyyətli formada insanlara çatdırım. Yəni, məqsəd bir dərsi kanala yükləyib, başdan soğudu formada paylaşmaq olmasın. Keyfiyyətə fikir vermək lazımdır. Yəni, keyfiyyətə fikir verməkdən də videonu yükləyəndə yüksək keyfiyyətdə yükləmək. Çünki bulanlıq video olanda cəmaət baxmır. Belə şeyə fikir versən, problem yoxdur, qoy keyfiyyətli olsun. Necə bir rəvayətdə gəlir ki, İnnallaha tayyibun la yaqbalu illə tayyibə. Həqiqətən də Allah gözəldir və gözəl əməli qəbul eləyər. Yaxşı əməli qəbul eləyər. Necə ki, sən sədəqə verəndə malının yaxşısından verirsən, dərsi də hazırlayanda elə hazırla ki, yaxşı bir şey çıxarır ortalığa. Aydındır? Tez bazar başdan soğudu, şəkil hazırlayıb qoyur, ad qoyur dərsə, hərflər, səhv, sülh necə gəldi, belə yox. Bu keyfiyyətdən deyil. Ondan sonra reytinqdənsə belə şeyə fikir ver, bərəkəti Allah Subhanahu taala verəcək. Kanalın da işləyəcək inşallah. Aydındır? Ona görə bir də nəticəni görməyə tələsmək lazım deyil. Dəvətdə belə bir qayda var. Tələsmək lazım deyil. Mənim kanalım böyüsün, o birisləri keçsin, rəqabətə girmək lazım deyil, qardaşlar. Bu Allah üçün olan bir şeydir. Qoy mənim kanalım birinci olsun, hamını keçsin. Belə şeylər, qardaşlar, lazım deyil. Xüsusən də o kanal işlədən, təzə kanal açan qardaşlar. Belə şeylərə çox baş qoşmaq lazım deyil. Niyyətini düzəlt, elmi yaymaq, Allah üçün Allahın dinini yaymaq. İnşallah savab da qazanacaqsan, Allahın dini yayılmasına da fayda verəcəksən, Allahın izni ilə. Sonra, keyfiyyət məsələsinə gəldikdə, dedik ki, bir dərsi kanala yükləyib, başdan soğudu formada paylaşmaq olmalı deyil məqsəd. Keyfiyyətə fikir vermək lazımdır. Başlıq qoyanda tələbənin razı olmadığı bir başlığı da qoymaq olmaz. Görürsən, dərsin adını qoyur kimsə, görürsən ki, tələbənin istəmədiyi bir başlıq qoyur. Məsələn, bəzən görürsən ki, mən bir dərsin adını qoymuşam, ey İslam dəvətçisi. Elə bu yaxınlarda başıma gəlib. Başqa bir kanalda görürəm ki, dərsin adını belə qoyub. Qardaş, dərsə qulaq asıb, belə bir nəticəyə gəlib, özündən də başqa cür başlıq qoyub. Dərsin adını qoyub, haradasınız ay dəvətçilər? Subhanallah. Yəni, sən soruşdun, məndən dərsin adını necə qoyum? Getdin, qoydun ki, haradasınız ay dəvətçilər? Dəvətçilər yerindədir, dəvətlə məşğuldur. Biz bir dərsdə dəvətə rəğbətləndirmişik. Bu da dərsin adı, deməli, ey İslam dəvətçiləri, yəni xitabdır. Orada xüsusən də dəvətə rəğbətləndirmək, motivasiya eləmək var. Bu götürüb başqa cür qoyub. Yəni, sən bu adı qoyanda fikirləşməliydin və ya soruşmalıydın. Və yaxud da bunun kimi də başqa bir tələbənin də başına gəlmişdi belə bir şey, bir tələbə yoldaşımızın, qardaşımızın. Görürsən ki, qəribə bir başlıq qoyublar, soruşursan ki, belə deyim də, mahiyyət odur ki, o başlığı dinsizlər görsələr, Allah qorusun. Həmin tələbəni ya biabır edəcəklər, ya da müsəlmanları ittiham edəcəklər. Baxın, bunlar necə bir başlıq qoyublar, Allah qorusun. Ona görə də tələbədən soruşsaydılar ki, tələbədən soruşurlar, tələbə deyir ki, mənim xəbərim yoxdur, bu nə başlıqdır? Yəni, mənim kanalımda belə bir şey yoxdur. Görürsən, başqa bir kanalda admin icazəsiz başlıq qoyur, özdə insanları qıcıqlandıran bir başlıq qoyur. Belə şeylərə fikir vermək lazım, qardaşlar. Reyting xətrinə nə gəldi qoymaq olmaz. Aydındır. Sonra, belə şeylərdə icazəsiz eləmək olmaz dedik. Yaxud görürsən ki, kimsə kanalına bir dərs qoyur, bir dənə başlığı, görürsən ki, dərsin adını düzgün yaza bilmir. Nə qədər hərf səhvləri var. Belə şeylər olmaz. Bu arada keyfiyyət, o paylaşılan dərsin keyfiyyət mövzusuna aid olan məsələlərdəndir. Aydındır. 5-ci tövsiyə, görürsən ki, dərs paylaşan qardaşlar, kanal işlədən qardaşlar kommentlərə fikir vermirlər, şərhlərə fikir vermirlər. Və bu da görürsən ki, batil əhli orada öz şübhələrini yayır. Bu qardaşlar da kanal işlədən qardaşlar, səhifə işlədən qardaşlar nəzarət eləmirlər. Buna halbuki, əziz qardaşlar, nəzarət eləmək lazımdır. Hətta batil əhli gəlib orada öz şübhələrini yaymasınlar.
Həmçinin də bu məsələlərdən görürsən ki, video hazırlayanda qardaşlar dərsi o qoyduqları üzlük görürsən ki, şəkilə fikir vermir. Nə gəldi şəkil seçir, qoyur, ya tələbə görürsən ağzı açıq düşüb, ya əli biədəb formada düşüb, ya qəribə bir fraqmentdə, pozada düşüb və beləcə də videonu paylaşır, gedir. Ya bu da düzgün deyil qardaşlar. Bu da düzgün deyil. Əslində deyiləsi məsələlər çoxdur. Bu kanal açan, səhifə açan qardaşlar görürsən həvəslidirlər Allahın dinini yaymağa, amma görürsən müəyyən xətalara yol verir. Əslində bu haqda danışsaq çox danışarıq. Yarım saat, 1 saat daha çox danışmaq olar, amma mən çalışıram müxtəsər edeyim ki, fayda tamamlansın inşallah. Deməli 6-cı məsələ və 6-cı tövsiyə odur ki, bir də baxmaq lazımdır ki, hansı sosial platformada dərsləri yayırsan. Yəni çünki Facebook'un öz özəlliyi var, YouTube ayrı cür işləyir, TikTok tam başqadır, Telegram'ın öz üstün cəhətləri var. Yəni hər platformanın öz üstün cəhətləri var və öz xüsusiyyətləri var. Və sən dərsi paylaşanda bilməlisən ki, nəyi harda paylaşırsan və necə eləməlisən ki, o dərs yayılsın və insanlara faydalı olsun. Bunu bilmək lazımdır və hər sosial şəbəkənin öz xüsusiyyətləri var, bunu bilmək lazımdır. Sonra 7-ci və sonuncu tövsiyəm də, yəni o kanal işlədən, səhifə işlədən qardaşlara, hansı ki Allahın dininə dəstək vermək istəyirlər, tövsiyəm odur ki, yazı dəvətinə fikir versinlər. Yazı ilə olan dəvətə, yazılı dəvətə fikir versinlər. Məsələn, məqalələrdir, elmi araşdırmalardır, kitablardır, xüsusən də PDF, elektron kitablar. Bunları yaymağa fikir vermək lazımdır qardaşlar. Bəzi qardaşlar ancaq deyir ki, mən video paylaşıram. Amma halbuki öz kanalında, YouTube'un özündə belə orada post yeri var, yazılar paylaşa bilərsən. Yəni postlar paylaşmaq olur, yazılar. Görsən kimsə ona fikir vermir. Və yaxud da yəni bəzi qardaşlar ancaq videoları paylaşır, amma oxumaqla arası yoxdur. Bu da səhvdir. Yəni çünki oxumaq, yəni unutmaq lazım deyil ki, İslam dəvəti alimlərin sağlığında canlı dərslərlə və yazı ilə yayılırdı. Alimlər öləndən sonra isə onların kitabları, əsərləri vasitəsilə gəlib çatıb sonraki nəsillərə. Xülasə qardaşlar, bunları deyirəm, Allahdan istəyirəm ki, bizi eşidib faydalanlardan etsin. Kim Allahın dinini yaymaq istəyirsə, Allah Taala onu ilk öncə ixlaslı eləsin və sonra onu bu işdən müvəffəq eləsin, keyfiyyətli, gözəl bir şəkildə, yəni dərsləri paylaşmağa müvəffəq eləsin. Həzə və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcmaîn.